Salam Canan. Mən sadə bir sual üzərində düşünürəm ya da cəmiyyətə bu sualı vermək istəyirəm. Deyim ki, biz hamımız, əksəriyyətimiz belə bir vəziyyətdə, ə, bu əsasən kasıb insanlarda, yəni ki, əlində səlahiyyət olmaysa, hamı şikayət edirsə ki, yəni ki, bu düzgün deyil, biz düz yaşamayıq, hamı bir-birini alladır, hamı bir-birini atır. Rüşvətdir, o birisi də baş alıb gedir. Ancaq söhbət ondan gedir ki, heç kim özünün üzərində yəni oturub fikirləşib, bir özünü düzəltməyə çalışmır. Yəni, mən adicənə indi kimsə də böyük bir vəzifədə çıxarılıb, tutulur, bu yazılır da 30-34-dür müstəqillik. Ancaq ki, belə yəni aşağı səviyyədə, yəni səviyyə deyəndə, yəni bu nə, mən fəhlədir, ustadır, müəllim, sonra nə, mən mühəndis, sinfinə oid adam deyirəm də, yəni təqaüdçülər də onun birində olsun. Biz yəni özümüzlə çox mu yaxşı münasibətliyik? Mən ümumiyyətlə axırıncı bir 10 ildə, 15 ildə yüzlərlə usta ilə, mühəndislə, məsələn, adici olaraq müəllimə ilə rastlaşmışam. Ən çox indi usta mühəndis içində olmuşam, tikintidir, filandır, fısməkəndir. Mən onların içində nə mən %1-ni, nə %3-ünü, 5-ini görürəm ki, onlarla nəsə bir yerdə işləmək, nəsə bir-birinə inanmaq olar. Qalan artıq %95-i müəyyən dərəcədə də, müəyyən dərəcə. Mən demirəm ki, tam %95-i oğrudur. Mən demirəm ki, %5-i, %95-i yəni yalancıdır, yaşlı atanşikdir. Bu hansı cəhətlərdən biri var da? Yəni %90-95-i ya ölçüdə, mütləq ölçəndə Allahdır, kvadratda. Yəni bu %90-na aid. Ya işi yaxşı bacarmır, ya lazım olan momenti özünü müdafiə eləmək üçün yalan danışır, ya da ki, o verdiyi söz ki var, pulu alıb həmin işin müqabilində o işi görə bilmir. Və nə qədər dirəşirsən, xeyri yoxdur. Bu deməli, baxırsan, əsasən bu tikinti ilə əlaqədar satıcılarla əlaqədə olursan və tikinti materialları, ondan sonra evin içində olan müəyyən mənada evin cihazlarıdır, lap xaladelnik, paltaryen, o birisi, bu birisi, moyka, zibil nəsə satanlar. İçində %90-95-i demək olar ki, yalan danışır, aldatmağa çalışır. Özü də ki, tutursan, sübut edirsən ki, qardaş, bax bunu düz ölçmürsən, bax bunu belləmirsən, 5-dən birində sən çaşarsan ki, ölçü düz götürmürsən, 5-dən 4-ündə o müəyyən bəhanələr gətirir. Mən deyim, qardaş, yaxşı, burada tutalım 5-dən, tutalım 1-də, 2-sində mən səhv elədim. 5-dən 3-də sağ sübut eləyim ki, bunu düz ölçmürsən, bunu düz satmırsan və biriniz heç olmasa boynunuza niyə demiş ki, bəli, mən səhv eləmişim? Qardaş, biz heç kimə inanmayaq mı? Bu insanlar bir-birinə üzümü döndərib gedirlər. Ya insanlardan yox, adam özündən mi zəhləm gedir ki, belə zümrənin, belə bir insanların arasında yaşayıq mı? Əlbəttə, müəyyən bir faiz normal adam var. İntası bu satış sahəsidir, bu tikinti sahəsidir, bu ustadır, prorabdır, mühəndisdir. O adam dəhşətə gəlir. Elə bir qayda, qanunla bu 90-99%'ında qəbul olunur ki, ölçü düz olmamalıdır. Hər hansı bir usta və prorab əksəriyyətə ölçüdə müəyyən bir şeyləri mütləq mənada səhv edib soxuşturmalıdırlar və bu qəbul olunur artıq. Yəni, taxtanın ölçüsü standarta uyğundur, qanunla qəbul olunur. Armaturun, yəni ki, müəyyən mənada ölçüsü, çəkisi, statıda uyğundur, bu qəbul olunur. Nəm 11-si kimi, nəm mən, adi xaladelnik, adi paltaryen də artıq təptəzə alırsan oradan görsən zibil çıxır. Arkadaş, bu
Kimə inanaq, kimə şey eləyək, mən anlaya bilmirəm. Tutalım 5%, 10% təmiz insan qalır, qeyrətli, namuslu adamlar qalır. Bunlar da pozulub getsə, kim kimə? Yəni pozunun içində yaxşı pozlu, dələduzun içində daha yaxşı dələduz axtaracağıq biz. Hay nə Allah qorusun.